Bu mahnını bir vaxtlar Ağdam rayonunda xüsusi bir zövqlə dinləyəndə heç kimin ağlına gəlməzdi ki, qapını qəfil müharibə kəsəcək. İnsanlar öz yurt yuvalarından azad bir quş kimi yox, ölümün pəncəsində məcburən isti ocaqlarından necə deyərlər uçub gedəcəklər. Sözün həqiqi mənasında isə kim, hara və necə gəldi düşəcək. Min bir zəhmət hesabına qurduqları yuvaları uçurdulacaq, talan ediləcək. Xaraba qoyulacaq. Azad bir quşdur, yuvandan uçdu. Ermənistana birləşmək istəyən separatçı ermənilər 1988-ci ildə nisbətən dinç şəkildə tələblərə başlasa da, imperialist Sovet dövlətinin süqutunun yaxınlaşması səbəbindən xarici ölkələrin və Sovet qoşunlarının qalıqları hesabına silahlanaraq Azərbaycanlılar yaşayan kənd və şəhərlərə silahlı hücumlara başladılar. Bağbanlar, İsmailbəyli, Saybalı və Pirzadlı. Ağdam rayonunun cənubunda yerləşən bu kəndlər özünün tarixi, adət-ənənələri, sayılıb seçilən şəxsiyyətləri, burada doğulub boya başa çatan ziyalıları, eləcə də barlı bərəkətli torpaqları ilə tanınırdı. Bu kəndlərin yaşayış məntəqəsi kimi meydana çıxması orta əsrlərə təsadüf edir. Ümumilikdə 4 bala kənd, 4-ü də eyni statusdur. Pirzadlı, İsmailbəyli, Saybalı, Bağbanlar kəndləri hamısı eyni statusdur. Hərəsi ayrı-ayrı kəndlər olub. Sonradan Sovet sistemi idi. Orada birləşdirmişdilər bu kəndləri. Bir savxoz, bir sovetlik altında birləşdirmişdilər. O da Bağbanlar Sovetliyi altında birləşdirmişdilər. Təxminən 17-ci əsrin əvvəllərinə təsadüf edir yaranma tarixi. Şəxsən Bağbanlar kəndi haqqında mənim bilgim bundan ibarətdir ki, qan davası əsasında müəyyən bir insanlar o kəndə gəlmişlər. Ətraf hamısı kolluq, kostuq yerlər olub. Deyilən belədir. Bunların hamısını təmizləyiblər və bağ-bağatına məşğul olublar. 3 qardaş olub, Kəlbay, Kəlbalı, Kəlbay, Qasım, Kəlbay, İmamalı. Kəlbalardan gələn vaxtı görüblər ki, çox mənzərəli, qəşəng yerdir. Orada məskən salıblar. Orada Pürüz adlı kəndi yerləşib. Ağdam şəhərindən 9 kilometr aşağı hissədə, Füzuliyə gedən yolda gözəl bir mənzərəsi olan, gözəl bir havası olan Abdalgülaqlı kəndinin aşağı hissəsində məskunlaşmışdır. Ümumi relyefi düz relyefə malikdir. Azacıq dərə təpə olmasına baxmayaraq düz relyefidir. İqlimi də mülayim, quru, subtropik iqlimə malik bir bölgə idi. Dörd bir yandan qoz ağacları ilə əhatə olunmuş bağat bir yer olub. Bizim cəmaət həm əkindən, maldarlığından, bir də ki, o meyvələrin becərib satmağı ilə dolanan bir əhali olubdur. Köhnə vaxtlar, bu kolxoz, savxoz deyilən vaxtlar vardı. Kolxoz devrində maldarlıqla məşğul oldu. Kənd təsərrüfatı, üzümçülüklə məşğul oldu. Bizdə ucaboylu bağlar vardı, çoxu. Üzüm bağları, ucaboylu gənə, zoğallıq bağlar vardı, narlıq bağlar vardı. Bizdə bağatların adları qalmışdı. Bəylərin Gavallığı, Kərimin Talası, nə bilim, Qaraşın bağı. 220 hektar təkcə bəylik bağları deyilən bağlar vardı. 220 hektar böyük bir ərazi idi. O başlayırdı Qarqar çayının qırağından, Qozlu bağ adlanan yerdən başlayırdı. Daha gedirdi qonşu Novruzlu kəndinə dirənənə qədər böyük bir ərazini əhatə eləyirdi. Buradakı bağların şan şöhrəti, yetişdirilən meyvələrin sorağı nəinki Respublikanın hər yerində, hətta 91-ci ildə tarixə qovuşan Sovetlər Birliyinin uzaq şəhərlərində də eşidilərdi.
Uşaqlığımız o bağlarda keçir. Elə bizi güclü, qüvvəli eləyən o bağ-bağat olub. Yerli zoğal, qoz, qozun müxtəlif o sortları, gavalı, alça, alma, armud. Ərik, armud, alma, gilas, gilanar, zoğal, nar, nə bilim də, nə meyvəsi desəm var idi. 2100 hektar bizdə üzümlük vardı 80-ci illərə qədər. Qızıl üzümüdür, bayan şirə üzümüdür, sonra çox Krikastel, mədrəsə, Ağşanı, Qaraşanı belə üzümlər vardı. Mənim öhdəmdə siftə bir qədir olan vaxtı 100 hektara yaxın ucaboylu bağ olub. Sonradan onları qırıldıq yerində üzümçülük salınmışdı. Çox böyük bir şərab zavodu tikilmişdi. Ən qabaqca şərab zavodu o zonada, Qarqarın deyək, o taya adlanan zonada birinci Əli Bayramovla üzümçülük safhasında o bizim kətlərdə tikildi. Əvvəlcə 10.000 tonluq tikildi, sonra 20.000 tonluq artırılaraq oldu və nəhayət 30.000 tonluğu onun bünövrəsi qoyulmuşdu, hətta tikilmişdi. Amma hələ üzüm şirəsi qəbul eləmirdi. Bax, üzümlər əsasən o zavodda emal olunurdu və onun emalının nəticələri gedirdi dünyanın müxtəlif o vaxtki SSR-nin müxtəlif əyalətlərinə satılırdı. Bizim kənddə baramaçılıq vardı, barama saxlayırdıq. Ona görə tut bağı vardı, o bağları barama götürənlərə verirdik. Qırırdılar, barama saxlayırdılar. Gəbə toxuyurdular, kilim toxuyurdular, ona yün əyirirdilər. Yəni onun hamısını özləri istehsal edirdi. Cəmaət belə keyf-keyf dolanırdı. Bir-birindən yalnız coğrafi adına görə fərqlənən bu yaşayış məntəqələrinin əhalisi əslində əsrlər boyu bir neçə şəcərənin genişlənməsindən ibarət idi. Bu kəndlər o qədər də bir-birinə yaxın idi ki, heç demək olmazdı ki, bunlar ayrı-ayrı kənddir. Bizim kəndin hamısı bir-birinə qohumudur. Xeyirxah əməlli, ziyansız belə bir kəndimiz olub. Gözəl cəmaatımız olub. Bizim cəmaat çox mehriban cəmaatıdır. Çox gözəl adətlərimiz vardı. Novruz bayramı vaxtı 40 gün bizdə Novruz bayramı başlayır. Yalançı çərşənbədən başlayırdıq. 4 dənə düzgün çərşənbəni keçirdirdik. Bunun hamısı toy bayramıdır. Kəndimizdə yaxşı ağsaqqallar vardı. Toylarımızı ağsaqqallar idarə edirdi. O ağsaqqallarımız nə deyirdisə, o kəndin cəmaatı o ağsaqqalı eşidirdi. Bəhlul kişi, Atam Mövsüm kişi, Qamboy kişi, Əhbər kişi. Bunlar yaxşı ağsaqqallarıdır. Mənim yadıma gələn Bəbir kişi idi. Pirimov Bəbir. Ondan sonra Boran kişi olub, Əliyev. Sonra axırıncı Ənvər Rüstəmov. Sahib vardı bizdə, Zabil vardı, Eyvaz vardı, kəndin kişiləri idi, gözəl kişilərdi, Qamboy kişi vardı, Saybaldan Kərim kişi vardı, İsmail Bəylidən Burzu kişi vardı, Bəhlul kişi vardı, Mövsüm kişi vardı. Hərəsi bir elin dayağı idi, bir ocağın ağsaqqalı idi. Biri bir kəlmə söz deyəndə qalan hər kəs onu eşidərdi. Camal kişi olub bizdə. İstər qadın, istər uşaq, istər kişi, bir adam onun sözünü çöndərə bilməzdi. Kənddə onun dediyi qanunudur. Kənddə heç kəs bir-biri ilə dalaşa bilməzdi onun qorxusundan. Xeyir işi də, ondan sonra kədərli günlərimizi də bütün cəmaat hamısı bir-birinin yanında olurdu. Toylarımızda elə olurdu ki, heç ev yiyəsi əziyyət çəkmədən birdən görürdü ki, onun hər bir şeyi hazırdır. Bütün kəndin cəmaatı yığışıb, mağarını da tikirdi, yeməyini də pişirirdi, xidməti də eləyirdi, hər bir şeyini eləyirdi. O cümlədən də yaslarında da.
kənd tarix boyu özünün ziyalıları, böyük sənətkarları ilə məşhur olub. Amma Rus imperializminin ayrı-ayrı dövrləri Azərbaycanın başqa yerlərində olduğu kimi Bağbanlar, İsmailbəyli, Saybalı və Pirzadlının da tarixində ağrılı izlər qoyub keçib. Molla Məhəmməd Bağbani olub. Çox məşhur bir insan olub, şair olub. Çox böyük əsərləri olub, şeirləri olub. Rəhmətlik İsa dayı, Zəngişalı Mahrızlı İsa dayı, onun haqqında, onun bəlkə 20 dəqiqə, yarım saat onun şeirlərini deyirdi əzbərdən. Sovet devri gələndə onun bir sandıq kitablarını deyir, yandırdılar. O dönəmdə çox yalvarırdı ki, deyir, bu əsərlərdən də bunlara dəyməyin. Nəyim var götürün, bizə bunlara dəyməyin. O cümlədən məşhur, tanınmış adam Xamuş rəhbər olub. Atasının daimi xamuş sözü deməyinə görə ona Xamuş rəhbər deyiblər. Rəhmətli Cabbar kişi ilə, Cabbar Qarayağdıoğlu ilə onun birgə yazısı var. Bu yerlərdə yaşayan sakinlər həmişə özlərinin təhsilə, elmə, yaradıcılığa olan maraqları ilə fərqləniblər. 4 para kənddə orta məktəb sonradan açıldı, orta məktəblər. Lap əvvəllər ibtidai məktəblər olub 4-cü sinifə qədər, sonra 8-ci sinifə qədər. 4 kəndin 4-ündə də 8-ci sinifə qədər məktəb olub. Məktəbimizdə çalışan müəllimlərin hər biri həmin kəndin yetirdiyi şagirdlər idi. Həmin uşaqlar idi ki, bütün fənlər üzrə özləri məktəblərində dərs deyirdilər. Cahid müəllim olub, Şükfə müəllimə olub, Gülara müəllimə olub, Mehmet müəllim olub. Son vaxtları cavan kadrolar olub, yoldaş dedi, Bəndəli müəllim olub, Fəqəm müəllim olub, Tofiq müəllim olub, Əlağa müəllim olub. Bağbanlarda Mobil müəllim vardı, Eldar müəllim vardı, Qaraş müəllim vardı, Rəhbər müəllim vardı. Bunlar hamısı çox öz sahələrin mükəmməl bilən adamlardır. Kəndimiz o qədər inkişaf elədi ki, hər bir kənddə yeni məktəblər tikildi. Şagirdlərimizin hər biri orada təhsil almağa başladılar. O müəllimlərin sayəsində o kənddən nə qədər həkimlər, müəllimlər, xarici dil mütəxəssisləri, mühəndislər nə qədər çıxıb. Kəndimizdən elmlər namizədləri var, elmlər doktoru var, çıxıblar, oxuyublar, vaxtında gözəl oxuyublar. Xuraman xanım Abbasova, belə bir zəhmətkeş insan, belə bir qoçaq, ağıllı insan, mən hesab edirəm ki, çox az var. SSR Ali Sovetinin deputatı idi bu adam. Öz əməyi ilə, əməyinin nəticəsində olmuşdu. Qara müəllim Hüseynov Ağdam rayon Maarif şöbəsinin müdürü idi. Felli Rüstəmova rayon partiya komitəsində 3-cü katib işləyirdi. Bizim gözəl həkimlərimiz var, mühəndislərimiz var. Fehruz Məmmədov texniki elmlər üzrə fəlsəfə doktorudur. Zümrüd xanım Məmmədova, bunlar bacı qardaşıdır. O da tarix elmləri üzrə fəlsəfə doktorudur. Ondan sonra deyəsən mən gəlirəm. 81-ci ildə mən 84-cü ildə müdafiə eləmişəm. Biologiya elmləri üzrə fəlsəfə doktoru. Daha sonra Asif Mehrəliyev. O da həmən biologiya elmləri üzrə fəlsəfə doktorudur. Və nəhayət Kamili bilirəm, fizik elmləri üzrə fəlsəfə doktoru Valih Abbasov, Osmanoğlu. Bu adam hüquq elmləri doktorudur Rusiya Federasiyasında.
Öz firavan həyat tərzini daha da gözəlləşdirməyə köklənən, halal zəhmət hesabına el-obanı abadlaşdırmağa çalışanların ağlına da gəlməzdi ki, bu xoşbəxtliyin gözə görünməyən kölgəsində amansız bir müharibə sürünür onlara tərəf. Bu torpağın qoynunda bəslənən ermənilər neçə-neçə insanın həyatına zəhər qatmaq üçün marığa yatıb. 88-ci ildə bizdə bu ermənilər baş qaldırandan sonra yerlərdə, hər kətdə dayaq dəstələri hazırlandı. Yəni, məsələn, bizim kətdən, Pirzatlı kəndindən deyək ki, bir 30 adam, Bağmanlardan bir 30 adam, Saybalıdan o qədər. Toplaşdıq bir, nətər deyərlər, gecələr posta durduq. Onda da silahımız yox, heç bir şey yox. Postlarda durduq. Biri bir dükkanın yanında, biri bir idarənin böyründən. Kimin of tüfəngi vardı, kimi əli yalın, o əlində of tüfəngi olan bir adam yanında bir ocaqlar qalayıb, məhlə-məhlə belə postlar qurmuşduq. O ki, o Şuşada qəti qəddarlıq eləyəndə ermənilər bizə qarşı. Onda xalq qalxdı ayağa, hamısı. Ağdam rayonu qalxdı. Əskərinə qədər yürüyüş elədi. Bizim əskərəndə 2 vətəndaşımız şəhid oldu. Hadisələrin inkişafı get-gedə məcrasını dəyişir. Ermənilər torpaq iddialarını genişləndirirdilər. Azərbaycanlılara qarşı silahlı qətillər törətməyə, dinc yaşayış məntəqələrinə quldurcasına basqın etməyə başlayırlar. Nəticə etibarilə rayonun təpərli, ürəkli, əli silah tutan oğulları kəndləri hər gün azğınlaşan silahlı erməni quldurlarından qorumaq üçün özünü müdafiə dəstələri yaratmağa başlayırlar. Ağdamda rəhmətlik Allah verdi bağlı. Fred Asif deyirik. Yəni bunlar bilirsən cəmiyyət arasında tanınmış adamlar. Oldu ki, gəlib onların ətrafında cəmləşirdilər. Yerli özünü müdafiə dəstələri ermənilərə tutarlı cavablar verdikcə quldurlar daha da amansızlaşır, Qarabağa xaricdən muzlu döyüşçülər gətirir, kənd və qəsəbələrə hücumları genişləndirirdilər. Bu isə yerlərdə yaradılan könüllü özünü müdafiə dəstələrinin təkmilləşməsinə, formalaşmasına ehtiyac yaradırdı. Rəhmətli Şirin Mirzəyev. O gələndən sonra bizim kətlər hamısında gəzdi. Gənə o Xuraman Abbasovla birlikdə gəzdi və dəvət elədi. Bizim Bağmanlar kəndinə kluba yığışdıq, hamı bütün. Burada bir dənə rota yaratmağa. Bizim şəhid Məhəmməd Zeynalov komandir rotamız oldu. Özdə müəllimdir, hərbi müəllimidir. Çox da dedikcən vətənpərvər oğlan idi. Azərbaycan ordusu yarananda getdim rəhmətli Şirin Mirzəyevin yanında. Çolluda Şirin Mirzəyevin ilk əskərlərindən biri idim. Amma silahımız yoxdur. Paltarlar geyindik, silahımız yoxdur. Sonra 5 dənə silah gəldi, avtomat gəldi. Elə bir növbə ilə uşaqlar postada da çıxmağa. Hamı bacardığın elə köməklik eləyirdi hər bir şeydə. İlk dəfə Azərbaycanda Sovet hökumətinin hərbi hissəsi Qazaxda dağı. O dövr olanda mənim özüm elə gedib oradan bizim döyüşən uşaqlara, oğlanlarımıza, döyüşən qeyrətli oğullarımıza nə lazımdırsa, gücüm çatanı, nəyə qadirəmsə, gücüm çatan lazım olan patrondan zadını kömək üçün gətirmişəm. Şamaxının girəcəyində 41-45-ə qoyulmuş abidə kimi texnikalar vardı, köhnədən. Samalyot orada durur hələ, BMP, BRDM, bir dənə top. 120 kimlidir. Bir dənə, Allah rəhmət eləsin, Siyavuş Fərzəliyev vardı, Konyak Zavodu müdiri. Ondan texnika aldıq, onları gətirdik Ağdama. Kəndimizin bütün adamları demək olar ki, müharibə vaxtında hər biri gedib orada dəstək olurdular. Batalyonun komandiri vardı, Füzuli müəllim. Bütün kəndin uşaqları hamısı gedib onlara dəstək olurdu. Min bir zəhmət bahasına başa gəlsə də, ağlasığmaz çətinlikləri dəf edən könüllülər artıq kəndləri ermənilərdən qoruya bilirdilər. Kəndin cavanları kənd çox gözəl müdafiəsinə qalmışdılar. Ona görə biz o neçə dənə şəhidlər verdik. Allah bütün şəhidlərimizi rəhmət eləsin. Bizim kəndin 22 şəhidimiz var. Birinci müharibənin. Hamısı iyi oğlanlarıdır.
Hamısı. Hesab edirəm ki, onun hər biri mənim bir balamın biridir. Axıra qədər kəndimiz vuruşdu. Axırda ermənilər gəlib Saybalı kəndinə girəndə, Saybalı kəndin alıb şey eləndə bizim yenə batalyon Saybalı kəndinə hücum elədi. Bizdə belə deyirlər, Qarqarın otayı. Qarqarın otayının 5-6 kəndinə birdən eyni anda ermənilər hücum elədi. Mərzili kəndi idi, bizim kəndlərdir, İsmailbəyli, Pirzatlı, Bağmanlar. Elə televizorda da bax belə elan olunurdu, bax bu kəndlərin hamısına birlikdə hücum olub. Xaricdəki havadarlarının yardımı, Xankəndindəki Rusiya hərbi bazasının hərtərəfli köməyi ilə mütəşəkkilləşən erməni silahlıları əhalisi Azərbaycanlılardan ibarət olan yaşayış məntəqələrinə hücumları hər gün genişləndirirdilər. Faciələr bir-birini əvəzləyirdi. Onların texnikaları Çaylaq deyilən yer var, Narlıq deyilən var. Tanklar hamısı oradaydı. Onu biz qəşəng bilirdik. Amma onlar hərləndi, arxadan girdi Qarqara, gördük cəmaatı qıracaqlar. Kömək gəlmədi, bir də qayıtdılar, çıxdılar həmən kənddən Saybalı kəndinə. Alandan sonra, ermənilər gəlib girəndən sonra bizim batalyon yenə qaytarıb almışdı oranı. Çoxlu şəhid verdilər. Çoxlu girovlarımız qaldı. Bizim oradakı əsgərlərimiz orada çox əziyyət çəkdilər. Amma kəndimizi xilas eləyə bilmədilər. Heç bir yerdən bizə kömək gəlmədi. Daxili gedən siyasi bir ixtişaşlar. Ona görə müəyyən inamsızlıqlar da var idi. Bağmanlara giriləndə Saybalının inam qalmamışdı ki, biz buranı saxlaya bilərik. 93-cü ilin iyunun 4-də bizim kənd çıxıb. Açığı deyim ki, saxlaya bilmədik. İtki verməməkdən ötürü, cəmaat qırılmamaqdan ötürü elə kənddən çıxıldı. Təpədən dırnağa silahlanmış düşmənin qarşısını kəsmək və dinc insanları ölümün pəncəsindən qurtarmaq üçün neçə vətən oğlu əlindən gələni edir, qanını, canını əsirgəmirdi. Bu ölüm-dirim savaşında günahsız insanlar həmin igidlərin sayəsində ölümün pəncəsindən qurtulsalar da ev eşiklərindən didərgin düşdülər. İllərlə məhrumiyyətlər içində yaşamalı oldular. Təkcə bizim kənddən, bu Sovetlikdən, bu 4 kənddən 20-yə qədər həmin gündə bizdə şəhid oldu. Mülki şəxslərdən. Çünki bunlar qəflətən hücum eləmişdilər. Orada şəhid olan əksəriyyət uşaqlar mənim şagirdlərim idi. Şəxsən mənim ailəm, uşağım piyada qaça-qaça çıxmışdılar. Mənim ailəm, qardaşım maşında götürüb o Qarqardan keçiribdi bu Novruzluya sarı. Elə bir şəraitdə çıxmışıq ki, kənddən. Demək olar ki, elə mənim 35 yaşım vardı və biz demək olar ki, ailə üçün, yaşamaq üçün, dolanışıq üçün sıfırdan biz başlamalı olduq. Çox çətinlik çəkdik o vaxtı. İllərlə gözlənilən gün 2020-ci ilin sentyabr ayının 27-sində gəlib çatdı. 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında təxribatlardan əl çəkməyən ermənilərin sonuncu belə cəhdi tarixin yeni bir səhifəsinin açılması ilə nəticələndi. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı düşmənin hücumuna əks hücumla cavab verməyi əmr etdi və səsi milyonlarla Azərbaycanlının ürəyindən eşidilən Vətən müharibəsi başladı. Yarım doldur! Ateş! Keçərik, vətənin uğrunda canlan keçərik. 44 günlük vətən müharibəsində və bir günlük lokal xarakterli antiterror əməliyyatında bağbanlar ərazi nümayəndəliyinə daxil olan kəndlərdən 5 nəfər şəhadətə ucalıb. Gecenin yarısı çölde qardır borandır, səngərimin üstündən hər an ölüm şığıyır. Sən məni gözləyirsən qucağında körpəmlə, ona görə
görə qorxmuram. Mənə dəyə bir göllə sən ağlama, körpəmin yanağına axıtma. Elçin 1992-ci ildə Ağdamda anadan olub, İsmailbəyli kəndində. Elçin ailənin birinci uşağı olubdu. Evin böyük uşağı olub. 3 uşaq olublar, böyüyü Elçin olub. Bizim dolanmaq səbəbçağı olub. O olmaqdan meyvəsinə baxırdı. Mənim yaşamamın, ailəmizin hamının yaşamamın böyük köməyi olub. O biraz mənə baxanda nadinc idi. Amma elə bil ki, biz qardaş kimi yox da dost kimi. Aramızda 8 yaş fərq var. Amma çox mehriban olmuşuq da, yəni heç elə bir qardaş yox, dost idi. Mənlə ata-bala yox, bir dost kimi zarafat edirdi, deyirdi, gülürdü, gah deyirdi, tez güləşək, gah məni apardı ki, filan yerdə qəşəng göl var, gedək çimməyə. Nə bilim, mənim dost kimi olmuşuq axıratın. Vətən yolunda Elçin canından keçdi. Balalarını da atdı, bizi də vətəni tutdu, torpaqlarımız. Müharibə dövründə elə oldu ki, mən Sərhəd zastavasında oldum. O Suqovuşan, Talışkən, Dağçıq istiqamətində döyüşdü. Zəhmətcim, haqqınızı mənə halal edin də, çox pis yerə gedirik. Bizə məlumat göndərdi ki, yəni əlinizi üzün də məndən. Biz elə bir istiqamətdəyik ki, dedi, geri dönməyə dedi, yəni heç bir şans yoxdur. Oktyabrın 7-si xəbər gəldi ki, Elçin yaralanıbdı. Biz bilmədik heç hansı istiqamətdə olubdu. Oktyabrın 4-ü qospitala giriş edib Naftalana. O da yaralandığına görə. Bir qabırğası elə bir kəzilmişdi, bir də qolu yüngül yaralanmışdı. Orada qospitaldan 6-sı yəni məcbur özü könüllü çıxıb getmişdi təzədən. Sonradan Elçin dedi ki, ancaq yaralanmışam. Dedi, yaralanmışam. Amma dedim Elçin getmə də, yəni yaralısansa otur. Dedi, yox, necə, yəni bir dənə qolum yaralanıbdı. Qolumdan ötürü mən orada yoldaşlarım var, mən onları tək qoya bilmərəm. Heç bir dənə haqqınızı mənə halal edin. Mənim də sizin üstündə haqqınız varsa halal edirəm. Dedim, bizim sənin üstündə nə haqqımız ola bilər ki, sən bizə ancaq haqqını halal elə ki, övladlarım, dedi, bizə də övladlarım sənə əmanət edirəm, onlara yaxşı bax, ola bilər ki, qayıtmaram. Ondan sonra Elçinə səxt soraq, axırıncı zənci oldu. Sonra getdik biz Naftalana, qospitala, orada dedilər ki, yaralanmışdı, çıxıbdı buradan, amma gedibdi. Oktyabrın 6-sından sonra Naftalanın qospitaldan çıxışı olubdu. Həmən gündən noyabrın 28-nə qədər heç bir xəbər ala bilmədik. 56 gün gəzdik, heç hardan tapmadıq, elə qospitalları. Dedilər, yaralıdır. Sonra bildik ki, şəhid olubdu Kəlbəcər tərəfdə. Mənə deməmişdilər, şəhid oldum. Özü gecə yatmışdım, yuxuma girdi. Gəldi özü dedim ki, Aysel, mənə sənə heç kim demir. Ancaq gəldim özüm sənə deyim ki, şəhid olmuşum. Mən bağışla geri dönə bilməyəcəm. Ancaq övladlarıma yaxşıdır. 56 gün sonra nəşin tapıldı Ağçıqdan. 2 qızı var idi, özündən sonra bir oğlu oldu. Arzudur ki, oğlu olsun. Ancaq oldu, amma özünü görə bilmədi. Şəhid xəbəri gələn kimi dünyaya gəldi oğlu. Eyni özüdür, eyni. Elçin nə eləmişdirsə, Yusif də onu eləyir. Elə bilirəm ki, elə Elçin yerindədir. Elçin bizim dünyamız idi, getdi və dünyamız dağıldı. Bizdə övladları var, amma heç bir Elçin ola bilməz. Heç bir. Mən hər şeyə dözərdim, amma o evladın üzünü görmədim. Nə qədər desək də, gülsək də, gəzsək də, hər zaman hər yanda gözümüz Elçin axtarır. Hər zaman axtarır.
heç kim evladın nəsə olmaq istəməz. Amma o vətən yolunda elə olduğuna görə mən ondan fəxr edirəm ki, mənim elə bir adım var. Torpaq uğruna, vətən uğruna can verir. Dövlətimiz sağ olsun. Allah yerdə qalanlarımıza dəyməsin. İndən belə müharibə olmasın bir də. Gizlicə sən ağlama, gözlə mənim yolumu, sənə qurban ağlama. Sən gecənin yarısıdır. Mən atamla fəxr edirəm. Azadcan şəhərlərimizə bitirsin. Mən onların qarşısında baş edirəm. Mən atamla fəxr edirəm. Allah cəmşədlərimizə rəhmət eləsin. Onların ruhları qarşısında bəş əyirəm. Qapını döyəcəyəm. Çağırır vətən, çağırır ana, mənfur düşməndən qisas almağa, mənfur düşməndən qisas almağa. Səcdəgahdır, qibləgahdır, üç rəyli türk bayrağı, bir ovuç kül, bir ovuç yurt torpağı. Korusun bizi Tanrı'nın özü, secdegahdır, qibləgahdır. Emin balaca vaxtı çox dəcəllidir. Amma nə qədər dəcəllidirsə də bir xeyli şirin uşağıdır. Nadişidir. Atamın oğlu yox idi, onu çox hər kəs ön böyütmüşdü. Məktəbdə deyilirdi, dəcəllidir. Heylə də çox oxumurdu. Çox nadişidir, həddən artıq. Mehribanıdır, qeyrətli oğludur, təəssüfkeşidir. Yəni, hamını, istər ailədə, istər ana, bacı, qardaş, ailə, övlad, dost, tanış, qonşu, hamının yolunda canından keçən bir oğludur. Başqa bir oğludur. Balamdır deyin, tərifləmirəm. Emin bütün qoxuma, öylədə, dosta, tanışa, özün canından keçən oğludur. İnanırsan ki, biləydi ki, bir dostumu, tanışımı, qohumumun birisinin dalınca gedəndə onu orada ölüm gözləyir, oradan qayıtmazdı, onu gedib eləyərdi. Bizi aparıb qoymuşdu, müharibə başlayanda apardı, qoydu qaynanam gilə. Sumqayıtda orada qalırdıq. Özü getdi döyüşə. Yəni, hər gün anası ilə də, bizlə də, qardaşı ilə də, hamı ilə danışırdı. Zəng vurdu, dedi ki, mama, mən də gedəcəm. Onun elə bil ki, uşaqları da, ailəsi də, qaça-qaçda, Sumqayıtda oğlumun evi var, biz orada gəlmişdik orada. Elə bil ki, müharibə düşməmişdən o atırdılar, onun qızı qorxurdu deyin. Neçə gün qabaqdan gəlmişdi, elə ailəsi də hamı Sumqayıtda idi. Zəng vurdu, dedi ki, mama, gedəcəm. Dedim ki, bala, gedərsən, ailəm var, uşağım var, vurarlar, ölərsən. Ham məni qınadı ki, niyə qoydun gedi? Onu bir kəlməsinə görə heç nə edə bilmədim. Dedim mama, dedim ha, dedim mama, biz Xocalarla ölmüşük. Biz Xocalarla ölmüşük. O kəlmədən sonra mən ona qayıdıb deyə bilmədim ki, getmə. Dedim, qismət sənindir, neyinlik bala? O kəlmədən sonra mən sağ deyə bilmirəm, getmə. Gedirsən, Allah özü qismətin nədir? Ona qismət eləsin, amma elə axşamaqdan bir görəv olmağına yalvarırdım ki, Allah görəv düşməsin. Bizim üçün ən vacib olan bir şey torpaqlarımız azad olmağı idi. Çünki qaçqınlıq sözü mənim üçün ən bir nətərə qəbul eləmədiyim bir söz idi o mənim üçün. Ona görə də nə olur olsun torpaqlarımızın azadlığını düşünürdü. İstəyir mən, istəyir qardaşım. Yaşına görə götürmürdülər ki, yəni yetərincə ordumuz var, yəni götürmürdülər. Amma yenə də öz könlündən getdi, bir yolun tapdı, getdi.
Cəlilabad uşaqları sovqat göndərmişdilər, onları Ağdama buraxmırdılar. Mən buradan getdim, keçdim həmən o zonaya, Tərtər zonasına. Orada o işıq generatoru deyirlər də, o xarab olmuşdu. Uşaqlar yalvardı ki, bunu düzəldək, telefon azada lazım olur. Götürdüm, getdim qardaşımın yanına, o yaxşı idi, elə şeydə. Söktü, dedi, yox qaqa, nalı xarab olubdu, alınmayacaq. Sonra Kalininqraddan bir ağsaqqalı var, Tahir kişi, Ağdamlıdır, sağ olsun. Ona zəng elədim, dedim, o bir dənə generator göndərdi. Həmən qardaşım, həmən o generatoru götürdü, həmən o posta. Sonra da özü getdi, orada xidmət elədi. Axşam saat 12-də danışdı. Dedi, hər şey yaxşıdır. Heç nə yoxdur, inşallah hər şey yaxşı olacaq. Səhər sübh namazında zəng elədim. Hər səhər tezdən o vaxtı danışırdı. Zəng elədim, açmadı telefonu. Təkrar, bir neçə dəfə təkrar yığdım. Xalası oğlu vardı, o götürdü telefonu. Dedim Emin hanı, dedi ki, şifdə demək istəmədi, çəkindi. Mən tərəddüd elədim ki, yəni hardadır Emin, dedi. Emin yaralanıbdı. Səhər saat 5-6 olardı. Anamın xalası oğlu var, Rəhim. O mənə zəng elədi ki, mamanı götürəcək, Taylı mamanı götürəcək, bildim də nə deməkdir. Dəstəmazını alıb ki, namaz qılsın. Elə bu müddətdə, yəni düşmən hücuma keçib. Səngərdən çıxıb çölə, elə çıxan kimi də vurmuşdular. Dərman atdım, uzandım. Gördüm bir iki oğlanı uzadıflar. Yuxu kimi də üşə getdim. Ağla qırmızı şadalanqa bir adiyalla üzünü örtüflər. Belə adiyalı qaldırdım. Tez qaytardım bu adamın üzünü örtdüm. Tez durdum, bir də buna zəif vurdum. Hər zəif vuranda da şəhiddən danışırdı. Bir orada başçının qızları zəif vurur, deyib ki, nənəmə niyə elə şəhiddən danışırsan? Deyib ki, aramız 30 metrdir, hər dəqiqə məni ölüm gözləyir. Biri var qəfildən pis olur. Biri var bərabdən başdan yavaş-yavaş onu özünü hazırlayır ki, mənim oğlum hər an şəhid ola bilər, hər an. Aram 35-40 metrdir. Ona görə də bərabasını hazırlamalıyım ki, nənəni. Hər an mənim ölümümə hazır olsunlar ki, qəfildən zəng gələcək ki, oğlum şəhid olur, hazır olmalıdır. Yaxşı qutarmısan qardaş, Allah hamımızın köməyimiz olsun. Halal olsun ki, sən ondan düşüb qaça bilmirsən. Özüm ölüm, halal olsun. Sən profesional adammışsan, özüm ölüm. Sən ki, maşın içindən salamat tutarmısan, düşüb, özünü qoruya bilmirsən, halal olsun. Bir arzusu gerçəkləşmişdi. Kəndlər, şəhərlər ermənilərdən təmizlənirdi. Müharibə günlərində düşmən Elmirin şəxsi maşınını atəşə tutur. Güllə yağışından sağ çıxsa da, bir neçə gündən sonra o amansız döyüşlərin birində başqa bir arzusuna çatır. Amma kəndlə bağlı arzuları yarımçıq qalır. Emin 19-cu ildə ziyarətə getdi. Gecə yatmışdı, yuxuda görüşdüyü bir ağ geyimli kişi buna deyir ki, gedirəm əl eləyir, belə dalımcan gəl. Sabirdə durub bayısına zəif vurub, deyir ki, dərsən mən öləcəm, bir ağ geyimli, bu da lağ eləyib. Deyir ki, elə hər yuxu görən ölür. Aradan 2 gün keçmiş, zəif vurublar ki, bilet var ziyarətə. Gəldi, getdi ziyarətə, and içdi ki, yuxuda gördüyüm kişini həmən oranın axunduydu, o mağa gəldən kişini. Getdim, o kişini orada gördüm. 19 da elə bil ki, getdi, 22 noyabrın 22-si ziyarətdə ad günü keçirdi, 39 yaş. Qayıtdı, gəldi, gələndə oturmuşdum, uzandım, başım qoydum. Dizimin üstə altdan yuxarı mənə dedi ki, mama, dedim ha. Dedim, bir arzuma çatdım, qaldı bir arzum. Dedim, o nə arzudur? Dedi ki, şəhid olmaq. Qıçamı belə çəkdim, başı tıp dəydi yerə. Dedim, mən də elə bilirəm, kişi nəysə bir arzu eləyir. Qalxdı, dedi ki, mama, sən o şəhidliyin ləzzətini bilsən, mənə özü məcbur eləyərsən. Yuxuda gördüm ki, bu dağın başındadır, dağ var, dağın başında durub Emin. Mən də dağın aşağısındayım, yerlə heyvanlar keçir, qaçırlar heyvanlar. Elə bir ki, kimsə bu heyvanları qavalayır. Mən elə bir ki, bu aşağıda
bu heyvanların ortasında qalmışam, elə bil çığırıram ki, kimsə məni buradan qutarsın. Görürəm, Emin dağın başından əlini uzadır ki, əlini vermə, məni qaldırır, əli ilə tutur, qaldırır, qoyur dağın başına, öz yanına. Deyirəm, ay Emin, hardan gəldin sən belə, nə yaxşı gəldin, heyvanların ayağının altında qalmışdım. Dedi, mən nə yaxşı gəldin dedim, hardaydın? Bəs biz nə vaxtı səni gözləyirik? Deyir, siz məni görməsəniz də mən hər gün sizin yanınıza gəlirəm. Hər gün gəlib pəncərədən sizə baxıram. Mən sizin yanınızdayım, siz məni görmürsünüz. Deyirəm, hardaydın ki? Deyir, mən gözəl bir yerdəyəm, qəşəng bir yerdəyəm. Orada yemədiyim yeməklər verirlər. Giymədiyim paltarları verirlər. Deyirəm, ay Emin, bizi də apar da ora. Qoy biz də gedək o gözəllikləri görək. Deyir, yox, mən bir dəfə bizim orada böyüyümüz var. Mən ona dedim ki, olar gedim ailəm uşağımı da gətirim. Deyir, dedi ki, yox. Vaxtı gələndə deyəcək, gedib gətirərsən, amma indi yox. Bu getmək istəyəndə deyirəm, getmə də Emin. Niyə gedirsən ki? Deyir, yox, uca vaxtı getməliyim. Mən elə orada da qoyur gedir, amma qaldırır məni dağın başına. Kənddə bağlı arzuları çoxudur, deyirdi, yaxşı. Təsərrüfat eləyəcəm, mal heyvan saxlayacağım, hər cürə şərait yaradacağım orada özümə. Çox arzular var. Ölümü öldüren halk, küllelerin mübarek. ...1989-cu ilin dekabrın 9-dan alan olmuşdu. 3 yaş, ya 4 yaş tamam deyildi ki biz qaçqın düşdük. 4 iyunda. O vaxtından gəldik avqustun 15-nə də İsmail rayonundan 3 nömrəli məktəb deyilən yerdə orada qaldıq. Nicat ailənin son 5 il olur. Bir ana kimi mən o uşağı elə bir körpəlikdən kəşf eləmişəm özlüyümdə. Çox çevik bir uşağım olub, çox çevik. Gördüyünü götürən, hər şeyə dəqiqliyinə baxan, o qədər suallar verərdi ki mənə. Mənim qardaşım da şəhid olub. 93-cü ilin iyunun 13-də dəfn eləmişik kətdə, İsmail Bəli kəndində. Birinci sinif dərsə gedəndən sonra həmişə onunla maraqlanırdı. Deyirdi, mən böyüyəndə hərbiçi olacağam. Əskərlikdən gələn sonra da dedim, Nicat, sən insta sənət ver. Dedi, ana, mən nə olur olsun, düzdür, mənim savadım var, bu dəqiqə geçsəm bəlkə də seçərəm, bal yığaram. Ancaq mənim dediyi həvəsim, özünüz bilirsiniz, əvvəldən hərbi olub. Hərbiyə getmək istəyirəm, mən hərbiçi olacağam. 2020-nin yanvarın 3-də oturmuşdum həyətdə. Bir də gördüm ki, formada çıxdı, bu adım ki, formada çıxdığında da bir hərbiçi sumkası vardı. Ondan mən xəbərim olmuyor. Dedim, o hara gedirsən belə, elə dedi ki, bəs gedirəm, məncə təsdiq olunmur, mənim hərbiyə getməliyəm. Durdum qapının ağzına, dedim, yox, qoymuram getməyə. Dedi, səni verəcəm məhkəməyə, polisə verəcəm, ancaq gedəcəm. Çox gördüyünü götürən, əli canab, təmizliyi sevən bir uşağıdır. Nicatın xasiyyəti, doğmalarına münasibəti indi xatirələrdə daha parlaq duyulur. Mülayim idi, çox mülayim idi, qayğıkeş idi, övladına qarşı, ailəsinə qarşı. Mən belə uşaqla uşaq olmağı bacarırdı, böyüklə böyük olmağı bacarırdı. Gəlib məni qəmgin dikəf görəndə Allah kitabı əlinə alıb gəlib o hekayələrdən mən oxuyardı. Məni güldürərdi ki, anam qəmgin olmasın. Tez-tez zəng eləyirdi, yəni imkan tapdıqca belə danışırdı. Uşağın deyirdi, bəzən deyirdi telefonu diktafona qoy uşağın yanına. Yəni bu da çox balaca idi, onda hələ 5 aylıq, 4 aylıq idi. Deyirdi elə onun ağlamağım belə olsa, ya qığıldanmağım belə səsini eşidim. Bəzən heç bezmirdi, saat olurdu. Deyirdim, bağla da, artıq bağla, sağollaşaq. Deyirdi, yox, dəymə, deyirdi, telefon qoy qalsın uşağın yanında. Mən onun səsini deyirdi, eşidim. Gələndə də o qədər şəkillərini çəkirdi, videolarını çəkirdi. Deyirdi, gedəndən sonra çox darıxıram, ürəyim partlayır. Orada deyirdi, gedəndə darıxdıqca baxım,
gördüyünüzdə bulağı. O bulaqda, o əvvəl yuxarıdaydı, o şəhərdən bir dənə balaca düzəltmişdi, yenə durur həmən bulaq, heç o əl vurmamışam. Bir gün onu düzəltdi, özü 50 sənətkar adam düzəltdi, qurdu, qoşdu, keçdi çöl tərəfində birini düzəltdi, həmən qaydada. Dedim, bala, bunu ne edirsən? Dedi ki, sudur. Elə onsa həmişə bizə su gəlir, elə gəlsinlər burada suyu görsünlər, getsinlər. O ləvazımatını götürüb çıxardan, qutarandan sonra qayıtdı ki, ata sahibi söz deyim, dedim, ödey. Dedi, bura mənim adımı yazarsan. Mənim adımı verərsən bu bulağa. Dedim, sən nə danışsan, bilirsən, sən danışırsan, bu nə söz bətdir, bu nə söz? Dedi, yox, bura mənim adımı yazarsan. Nicat uğrunda savaşa getdiyi torpaqlarda əbədi qalacağını duyurmuş sanki. Döyüşün səngidiyi anlarda doğmalarından xəbər tutur, onlara qələbə ümidi verir. İmkan tapdıqca, belə saniyəlik də olsa zəng vururdu, elə hal-əhval bilirdik, bağlayırdı belə. Yəni qısa da olsa zəng eləyirdi. Mən özüm də deyirdim həmişə ki, yəni qısa bir kəlməlik də olsa zəng elə, nigaran qalırıq da biz də burada. Çox narahat olurduq. Ən azından bir yaxşı olduğunu, salamat olduğunu biz bilək. Dedi, ana, məndən arxayın olun, özünüzdən müğayət olun, atam xəstədir, sən Allah. Özünüzdən müğayət olun, məndən arxayın olun. İnşallah ki, dedi, qələbə bizimlə olacaq. Belə bir söz istədi. Yaxşı olacaq, dedi. Hər şey yaxşıdır, məndən narahat olmayın. Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Hadrutun işğaldan azad olunmasında, hamısında iştirak edən. Həmişə ata-anasına ümid yeri olan, təsəlli verən Nicat, zəfər üçün qanını, canını əsirgəməsə də doğmalarına qələbə xəbərini özü çatdıra bilmir. Gecə saat 2 idi, nədir, yuxudan ayıldım, telefon sinəmin üstünə. Zəng elədim, gördüm, yox, zəngləsə getmədim. Zəng gedir, amma götürən yoxdur. Sonuncu zəngindəki səsinin ahəngi doğmalarının yaddaşında əbədi olaraq donub qalan Nicatın bütün oxşarlıqlarını özündə cəmləyən bir oğlu böyüyür. Əsas gülüşü, yerişi də çox oxşuyur, hərəkətləri, ən çox da xasiyyəti, yəni çox oxşadıram. Atasının güldüyü şeylərə baxıram ki, gülür, onun meyl elədiyi şeylərə meyl eləyir. Belə, yəni özü belə, yəni onu özünü örnək götürür, atasını özünü örnək götürür. Bir şey eləyəndə, yəni deyir, şəkillərdə atasının geyimlərini görür. Paltar alanda belə ona üstünlük verir, atamınçındandır deyir, bundan olsun. Yəni atasının özünə çox örnək götürür, çox arzuluyur. Hələ ən çox da azarlı olanda, xəstələnəndə, gecəni səhərə qədər ancaq atasını sayıqlayır, adını sayıqlayır. Çox suallar verir atası ilə bağlı. Nə vaxtlarda olsam, yuxumda belə olsa, yəni belə uşaq balaca olmağına baxmayaraq, uşaq belə bəzən bakir belə durur, səhərlər bəzən deyir ki, bu gecə atamı yuxumda görmüşəm. Birdən deyir, atam niyə yoxdur? Deyirəm, var, atan sənin var. Deyir, bəs uşaqların adını çəkir, deyir, bu uşaqların deyir, atası yanındadır, onları gəzməyə aparır, bağçaya aparır. Ən çox bağçaya gedəndən sonra bu sualları verməyə başladı. Deyir, ataları gəlir o bir uşaqları bağçadan aparır. Niyə həmişə sən gəlirsən, əmim gəlir mənim dalımca, niyə heç atam gəlmir? Atama deyir, dinən gəlsin, deyirəm, axı gələ bilmir. Ana deyir, bir dəfə gəlsin, bağça uşaqlarının adını çəkir. Deyir, onlar görsün ki, mənim də atam arxamıza gəlir. O uşaqlar görsün ki, mənim də atam gəlir arxamıza. Hər söhbətin sonu atası ilə bitirdi. Bir yemək xoşlayır, yeyir. Deyir, atam da bu yeməyi xoşlayırdı. Ya bir rəng olur, atam da bunu deyir, xoşlayırdı. Yəni, ancaq söhbəti atası ilə bağlı, ancaq atası ilə bağlı. Şəhidlər xiyabanına gedəndə birinci yürür, atasını qucaqlayıb orada başdaşından öpür. Adımız andımızda ana yurd ünvanımız, yolumuz millet yolu. Kocaman zirvələrini alıb qara bulutlar, vətən uğrunda ölməyə hazırıq biz aydaqlar. Kocaman zirvələrini alıb qara bulutlar, vətən uğrunda ölməyə hazırıq biz aydaqlar. Bu dağlardan o yana, qayalardan o yana, qələbələ dönəcəyik, məni gözlə ayana. Diz çökərəm qarşına,
Xalid demək olar ki, mən ən sevdiyim nəvəmdə, düzdür, çox nəvəm sayı çoxdur, birinci nəvəmdir. Xalid o qədər ürəyi təmiz, igid, qoçaq oğlandı ki, Xalidi müharibəyə çağıran yoxdur. 2016-cı ildə onlar bizdə idi. 2016-cı ildə aprel döyüşləri vaxtı cəmaət üzü aşağı qaçanda bunlar doldu maşına, ana, bala, balaca qardaşı belə. Üzü yuxarı getdilər. Xalid elə oğlandı. Xalid orduya getməmişlər də qabaq. O 44 günlük müharibədə düzdür, əvvəldən gedib yazılmışdı. Polad Həşimovun şəhid olduğu vaxtdan getdi, könüllü yazıldı. O hərbi komissarlıq çağırana qədər onu mənim yanımda oldu. Ona görə ayın 27-dən o gəldi oturdu bizdə. Nə qədər elədim ki, bala get ailənin, uşağın yanına. Dedi yox, müharibə qutaranda sonra gedəcəm. Və Xalid vətənin dar günündə daha gözləyə bilmir. Bir yolda maşınla anası ilə getdilər, gördüm anası tək gəlir. Xalid hanı dedi ki, maşını qoydu ora, dedi ki, sən bir adam taparsan, maşınla qayıt gelir. Xalid getdi. O heç vaxt sözünü yerə salmadığı nənəsinin bütün israrlarına qarşı çıxır və söz verir ki, işğaldan azad olunmuş Saybalıya nənəsi ilə birgə gedəcək. Bir yol ona dedim ki, atan ərəbdir də, sənin burada yerin yox, yurdun yox. Gedirsən, ged Ərəbistana. Dedi, yox, mən Ağdam nəfəs almaq istəyirəm, Saybalı nəfəs almaq istəyirəm. Mənə dedi ki, evin yerini tapa bilərsən. Dedim ki, gözü yumulub taparam. Dedi, sən aparacam ora, görüm taparsan. Orada ev qalıb ki, dedim, bilirəm ev qalmayıb. Amma yerini taparam. Dedi ki, özüm aparacam səni Ağdama. Özü müharibədə olsa da, ürəyi doğmalarının yanında olur həmişə. Hətta bir vaxtlar böyüdüyü evin ermənilər tərəfindən artilleriya atəşinə tutulduğunu eşitsə də, silahdaşlarını tək qoyub səngərdən çıxmır. Bir yolda oktyabrın 19-da bizim həyətə mərmi düşdü. Xalidin anası da yaralandı. Mən də televizorda baxıb görüb ki, biz yaralanmışıq. Elə həman axşam zəng elədi. Nənə, ermənilər səni neyniyib? Dedim, heç də. Dedi, yox, nənə, bilirəm olsa, niyə heç də deyirsən? Hələ atəşkəs dövründə həqiqi hərbi xidmətə getdiyi vaxt orduda arzuladığı qoşun növündə qulluq keçə bilmir. Atasının mənşəcə ərəb olması onun qarşısında keçilməz sədd idi. Amma müharibədə çatdığı arzusunun yolu onu şəhadətə aparır. Xalid əskərdə olanda kəşfiyyata yazılmaq istəyirdi. Yazıblar da, əvvəl gedəndə yazılıb kəşfiyyata. Sonra onun familiyası Hasan gedirdi. Komandır çağırıb ki, ay oğul, sənin familyan niyə Hasandır? Deyib, atam ərəbdir. Deyib ki, onda səndən kəşfiyyatçı olmaz. Elə hey zarafatla anası da zarafat edir ki, sən niyə bir Azərbaycanlı kişinə getmirdin ki, mən kəşfiyyatçı olam? Müharibə vaxtı seçimdə 12 gün təlimdə olandan sonra seçim vaxtı birinci çıxıb qabağa ki, kəşfiyyata mən gedirəm. Ən arzuladığı bölmə idi də, kəşfiyyat bölməsi. Öz istədiyi kimi də getdi, şəhid oldu. Xalidin tez-tez dilə gətirdiyi arzusu isə onun üçün əbədi olaraq həyata keçməyən dilək kimi ağrılı xatirələrdən boylana qalır. Elə hey deyirdi ki, mən o sizin kəndi görmək istəyirəm, sizin rayonu görmək istəyirəm. Özü uşaqlatan dəndə o 15 yaşına qədər, 1 yaşından getdilər Qazaxıstana, atasının işi ilə əlaqədar, 15 yaşında qayıtdılar. Elə hey qayıdandan dedi ki, nənəmin kəndinə gedib görmək istəyirəm, Ağdamı görmək istəyirəm. Onun ən böyük arzusuydu, oraları görmək. Sonra kəşfiyyata gedib gələndən sonra dedi ki, nənəmgilin kəndini bilmirəm, doğrudan gözəl yermiş buralar. Bir yol mən ona dedim ki, Xalid, cavan ailəsiniz, körpə uşağın var, getmə. Çox dayandan sonra dedi ki, nənəsi veteran olanın nəvəsi qəhrəman olmalıdır. Mən Şuşaya bayrağı sancıb, sonra gəlib gedib ailəmi gətirəcəm. Mən ondan sonra ona heç də deyə bilmədim ki, getmə gələm. Xalid Hassan Mahmud oğlunun bir yadigarı qalıb. O da başqa şəhid övladları kimi ata sığalının xumarı ilə yox, şəhid məzarlarından nur saçan baxışların əbədi həsrət dolu nəvazişləri ilə böyüyəcək. Bütün şəhid övladları vaxtından qabaq böyüdülər. Hər o şəhidlər xiyabanına gedəndə, ən çox tədbirlər olanda balaca uşaqlar da gəldi, atası şəhid olanlar orada olur. Elə bil ki, ağ saqqal, ağ birçək
5-6 yaşında uşaqlar heylə özlərini aparır. Halbuki onlar şəkillərdən tanıdır. Atasını ziyarətə gələndə əmsinin qucağında bir qəbirlərin hamısını göstərirdi ki, məni apar o qəbri də öpür. O vaxtda 28 qəbir idi. O qəbirlərin hamısını bir-bir daşları öpürdü. Anama deyil, anama deyil, balası gene dağlar dene, gözleri güler, güler, güler. Dağlara değil, dağlara değil. Əskərlik yığıncağı elədim mən ona. Qəsəbədə məndə uşaqlar var. Onlara deyəndə ki, gələrsiniz axşam bizə. Onlar dedi, sənin qardaşın var idi. Yəni o qədər sakit idi də, heç kimlə işi olmayan bir adam idi, öz işi ilə. Orta məktəbi bitirən Elmin Qarayev gəncliyinin ən gözəl illərini vətənə xidmət etməklə keçirmək qərarı verir. Hərbi komissarlıqdan çağırış gəldi, getdi, əskəri dövrünü keçdi, qayıtdı, gəldi, sonra düzəldi hərbi hissəyə. Müddətdən artıq sanitar vəzifəsində davam elədi. Hətta 6 ay Əfqanistanda oldu o uşaq, əskərlik vaxtı. Sülh məramlıya düşmüşdü. 6 ayda Əfqanistanda oldu. 19 sentyabr 2023-cü il bir günlük lokal antiterror tədbirləri Elminin son döyüşü olur. 44 günlük müharibədə Ağdamda iştirak elədi. Sonra Fərrux yüksəkliyində orada iştirak elədi. Qisas əməliyyatı orada iştirak elədi. Antiterror əməliyyatı olan günü axşam idi. Mən həmən günü çox narahat idim. Saat 4-dən saat 7-yə qədər zəng vurdum, telefonuna zəng çatdı. 7-dən sonra telefona zəng çatmadı. Dostlarım gördü ki, çox narahatam. Hərəsi bir tərəfə mənsiz, hərəsi bir tərəfə dağılışıb, yəni axtarmaqda Ağcabədi, Bərdə, nə bilim, və Tərtər belə. Dostum Bərdədən zəng vurdu ki, bəs at familiyanız, dedim at familiyamız budur da bilirsən. Hə. Dedi ki, yaralanıbdı, gəl. Hə, gəl, getdim, amma yaralı deyildi. Bir yadigarı var. Atası əbədiyyət günəşi kimi parlamağa başlayanda 6 aylıq olan Tunar dil açdıqca verdiyi suallar Qarayevlər ailəsində hamını sanki bu heykələ döndərir. Belə deyim də, Tunar ata istəyir. Ata istəyir. Çox ağırdır. Ata istəyir. Telefonlar, yəni telefonda görür ata, çağırır. Yolda plakatları görür ata. Əlin göstərir ki, ata, çağırır. Yəni o uşaqda yəni o elə bir şeyləri çox ağırdır. Ona cavab vermək. Çağırır ata gəl. Girir muzeyə, gedir şəklinin üzlərindən öpür ata, ata göstərir.